Bismillahirrahmanirrahim. Hörmətli qrup əhli, hər biriniz Allahın salamı ilə salamlayıb, Esselamu Aleyküm və Rəhmətullah deyirəm. Bizim admin qardaşımızla məsləhətləşdik və belə bir qərara gəldik ki, biz təkcə Ramazanda yox, həmçinin Ramazandan sonra da gələn Ramazana kimi sizlərə Quran-ı Kərimə aid olan bütün əlimizdə olan materiallar istifadə edərək sizləri faydalandıraq. Və hər cümə günü həmin həftə ərzində qoyulan dərslər haqqında kiminlə sualı olarsa, hər cümə günü qrup açıq olacaq və həmin sualları biz həmin gün inşallah cavablandıracağıq. Və bir daha Quran-ı Kərimdən möhkəm yapışmağı, onu öyrənməyi, ondan maksimum fayda almağı, götürməyi həm birinci özümə, sonra isə sizə tövsiyə edirəm və Allaha şahid tuturam ki, biz sizlərin Quran-ı Kərim oxunması üçün və öyrənməsi üçün əlimizdən nə gəlirsə etməyə hazırıq və siz də buna şahidsiniz. Və qiyamət günü bu haqda da, bu nemət haqqında da sorğu-sual olunacaq. Həm biz, həm də siz. Ona görə Allahın kəlamını oxuyaq. Birinci, hər bir hərfinə 10 savab var. Yəni bir dənə hərif demək, əlifləm, mim demək 30 savabdır. Halbuki heç bir saniyə almır. Ona görə gəlin kim hansı mövzuları bilmirsə sualları yazsın və cümə günü həmin sualları versin. Allah sizləri qorusun. Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.